Salam əziz treyderlər. Səninlə Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayaq. Biraz daha hər bir parametri daha ətraflı nəzərdən keçirəcəyik. Lazım olsa onu dayandıra bilərsiniz. Sözü gedən şirkətin bütün parametrlərinə daha yaxından baxmağınızı təklif edirik. İndi şirkətin əsas fundamental göstəricilərinə baxaq. Blueprint Medicines, ticker, BPMC. Baxış 23 may 2025-ci il tarifinə olan məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Blueprint Medicines Corp alt kateqoriyaya aiddir. Onkoloji targeted terapi qiymətləndirmədə 22 təşkilat iştirak edir ki, bu da kifayət qədər təmsilçidir. Videonun sonunda sifariş cədvəlinə baxın. Tədqiq olunan şirkət üçün ümumi nəticə belədir: 10 baldan -8 bal. Alt kateqoriya üzrə orta bal 0,9 baldır. Çox geniş baxsanız, bütövlükdə ABŞ bazarında. Bütövlükdə bütün bazar üzrə orta nəticənin 1,9 bal olduğunu görmək olar. Şirkətin -8 bal reytinginə qarşı Blueprint Medicines. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi Blueprint Medicines Corp və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində şirkətin səhmlərini görəcəyik. Blueprint Medicines -3,8% dinamika nümayiş etdirib. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı %11,3. Təşkilatın bazar kapitallaşması Blueprint Medicines $6,48 milyard dəyərində qiymətləndirilib. Alt kateqoriyanın bazar kapitallaşması $48 milyard. Blueprint Medicines 13,495% paya malikdir. O, alt kateqoriyada olan iri şirkətlərdən biridir. Şirkətin balans dəyəri $0,34 milyard. Və alt kateqoriyanın kapitallaşması $14 milyard. Blueprint Medicines 2,379% təşkil edir. Fond bazarı və balans kapitallaşmasının paylarını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Blueprint Medicines alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 13,495% təşkil edir. Balans dəyərinin kapitallaşması 2,379% təşkil edir. Bu, bazar dəyər payından 82% azdır. Təşkilatın bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi, PIS, -1 bal. Təşkilatın borc öhdəlikləri $0,711 milyard təşkil edir. Borcun balans dəyərinə nisbəti kapitalın %209,1-dir. Şirkətin borc performansı balı çox pisdir, -2 bal. Şirkətin səhm qiymətinin mənfəətinə qalığı 0-dır. Alt kateqoriya üçün orta 0. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə birja dəyərinin mənfəətə nisbəti çox pis, -2 bal. Son 12 ayda mənfəət -$156 milyon olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəət ilkin olaraq $65 milyon. İndikindən 58,1% azdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi, keçərli, 0 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 11,5-dir. Alt kateqoriya üzrə orta göstərici 7-dir ki, bu da alt kateqoriyadan 64% yüksəkdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə mübadilə dəyərinin gəlir nisbətinin qiymətləndirilməsi, TOLET, -0,5 bal. Son 12 ayda gəlir $560 milyon olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Bu, şirkətin perspektivləri üçün son dərəcə mənfidir. Proqnozlaşdırılan gələcək satış həcmlərinin göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, PIS, -1 bal.
Marjinallıq -27,7%, alt kateqoriya üzrə orta göstərici -16,1% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 11,6% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış marjasının qiymətləndirilməsi, keçərli, -0,5 bal. Alt kateqoriyada işçilərin sayında şirkətin payı 9,143% təşkil edir. Bu, bazar kapitallaşma payından 48% azdır. Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği $9,985 dollara bərabərdir. Və alt kateqoriyada $6,765 dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 47,6% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi, keçərli, 0 bal. Bir işçiyə düşən mənfəət -239,9 min dollardır. -156,1 min dollar alt kateqoriya ilə orta hesabla. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 54%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin fərdi işçisinə düşən mənfəətin qiymətləndirilməsi, TOLET, -0,5 bal. Təşkilatın fərdi işçisinə düşən satış payı 866 min dollardır. Alt kateqoriyada 968 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 12%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin fərdi işçisinə düşən gəlirin qiymətləndirilməsi, keçərli, -0,5 bal. Satış üzrə əməliyyatların həcmi 9,1%, alt kateqoriya üzrə orta hesabla 7,9% təşkil edib. Bu, qısa bir sıxılma riskinin qiymətləndirilməsidir. Göstərici rəası 14 şirkət üçün %58 səviyyəsini göstərir Blueprint Medicines. Alt kateqoriya üçün bu səviyyə təxminən 57% təşkil edir. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən 100 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən 126 dollardır. Faktiki qiymət və konsensus proqnoz dinamikası təxminən 25%dir. Gəlin sifariş cədvəlinə keçək, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli məlumat və arayış sistemi tərəfindən müəyyən bir mövsümdə tamamilə qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru, Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır, bağlanmış şərhdə keçid. Qiymətləndirmənin nəticələrinə əsaslanır Blueprint Medicines Corp. Qiymətləndirmənin informasiya sistemi Guru, Markets aşağıdakı qərar qəbul edildi. 100,34 dollara satış əməliyyatı açın. Sövdələşmə açıqdır, çünki şirkət nisbətən aşağı qiymətə malikdir. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə modelindən, AKİMin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 87,42 səviyyəsində müəyyən edilmişdir. Stop loss 113,26 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda sifariş 22 iyun 2025-ci il tarixində sessiyanın sonunda avtomatik olaraq bağlanır. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, GMAB, əsas alış sifarişi olacaq. Əsas sifarişlə bağlı video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. İkinci sifariş son qiymətə təyin olunur. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hər kəsə çox sağ olun. Guru, Markets.